وَقُلْ جَاءَ الْحَقُّ وَزَهَقَ الْبَاطِلُ إِنَّ الْبَاطِلَ كَانَ زَهُوقًا. Elhamdülillahi Rabbil alemin və salatu və selamu alə nəbiyyina Muhammedin və alə alihi və sahbihi əcməin. Yəni, bu gələn suallar içində ən məsuliyyətli bir sualla qarşılaşmışıq. Yəni, qardaşlar da istəyirlər ki, hamı danışaq bu barədə. Bayaqdan telefonlar da elə buna görə zəng çalır. Bütün qardaşlara zəng eləyirlər. Hamı narahatdır ki, sabah bayram, Azərbaycanda bayram keçirilir, yoxsa keçirilmir, sabah oruç tutaq, yoxsa tutmayaq. Yəni, yenə əfsuslar olsun ki, bu məsələ hansı ki, qədimdən ixtilafdır və qədimdə də rahatçılıqla həll olunub, keçib gedən bir şeydir. Yəni, ixtilaf olması mümkün olan bir şeydir də, yəni təbiətə qayıdır bu şey, təbii hadisələrə qayıdır. Allah Taala'nın qoyduğu təbiətdə bəzi kövni sünnətlər var, kövni hadisələr var ki, buna qaytarıb Allah Taala. Necə ki, namazların vaxtlarının girdiyi kimi. Yəni, bu da normalda həll olunub, keçib getiləsi bir şey olmalıdır. Lakin əfsuslar olsun ki, insanlar bəziləri cahilliklərindən, bəziləri inatkarlıqlarından, bəziləri təəssübkeşliklərindən dolayı məsələni şişirdirlər, hətta düşmənçilik halına gətirib çıxardırlar və qarşı tərəf biri-birinə tən etməklə bu məsələni qarşılayırlar. Qısa olaraq onu deyə bilərəm ki, qardaşlar, Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, ay görünəndə oruç tutun, ay görünəndə bayram edin. Və buyurur ki, əgər ay görünməsə, 30'a tamamlayın. Yəni, əgər Ramazanın girməyini gözləyirsə, Şabanı 30'a tamamlamalıyıq. Yox, əgər bayramı gözləyirsə Şəvval ayın, o zaman Ramazanı 30'a tamamlayın. Yəni, şəriət bunun bizə çıxış yolunda qoymuşdur. Yəni, Allah Taala bilir ki, biz hansı problemlərlə qarşılaşacağıq və bizi o yaradıb, hər şeyi bilən odur və bizə bunun əvvəlcədən də çıxış yollarını göstərmişdir. Lakin əfsuslar olsun ki, insanlar buna bəziləri riayət eləmək istəmir, bəziləri də doğrudan da riayət eləyə bilmir, hansı ki, bunlar üzürlüdürlər. Demək, qardaşlar, elm əhli ixtilaf edib. Biraz da məsələyə, yəni fikri yöndən yanaşaq, ümid edirəm ki, hər kəsin başa düşməsi daha asan olacaqdır. Və elm əhli, alimlər ixtilaf ediblər bu barədə ki, bir ölkədə görünməsi bütün müsəlman xalqlarına, müsəlman ölkələrinə kifayətdirmi, yoxsa yox? Cümhur alimləri, İmam Əhmədin məzhəbi, Malikiyyə məzhəbi və Hənəfiyyə məzhəbi üçü o görüşlərdir ki, bir ölkədə görüksə, bütün ölkələrə, xalqlara kifayət edir. Belə bir şey də yoxdur ki, yəni Məkkədə görüksün. Fərqi yoxdur. Hər hansı bir müsəlman ölkəsində görüksə, onlar o rəydədirlər ki, bütün müsəlmanlara kifayət edir. Və sökəndikləri də dəlil az öncə dediyim hədisdir ki, ay görəndə tutun, ay görəndə bayram edin. Lakin İmam Şafii, rahiməhullah, o başqa onlardan fərqlidir. O deyir ki, xeyr, hər region, hər bölgə öz gördüyü ilə kifayətlənir. Əgər görərlərsə, Ramazanı qəbul edib, yaxud bayram edirlər, görməzlərsə 30'a tamamlayırlar, baxmayaraq başqa bir ölkədə görülmüşdür. Bəs dəlil nədir? Yenə həmin hədis. Sadəcə o hədisi başqaları başqa cür fəhm edir, İmam Şafii isə başqa cür fəhm edir. Və İmam Şafiinin məzhəbini gücləndirən əlində başqa bir dəlil də var. O da nədir? Səhabə fəhmi, hansı ki, bu və digər məsələlərdə nasları, yəni Quran və sünnəni anlamaq üçün bizə kömək edir. Çünki səhabələrin gözü önündə eynirdi ayələr və Peyğəmbər sallallahu aleyhi ve sellem onların gözü önündə danışırdı. Və onlar hər hansı bir şeyi bizə gəlib anlaşılımı çətin olan bir şeyi, onlar əgər başa düşməyi, əməli və feili gəlib çatırsa, artıq bu bizim üçün asanlaşdırır ki, onlar bizdən daha yaxındır həmin o naslara, dəlilləri. Çünki onların gözü önündə hər şey baş verirdi. Və onlar bunu yaşayırdılar zaten. Və ona görə də onların devrində ixtilaflar bu devirdəkilər kimi deyil. Və İbn Abbas radiyallahu anhümə bir gün bir insanı qarşılayır Şamdan gələrkən. Şamdan gəlir, o zaman da İslam xilafəti Şamda yerləşirdi. Və xəlifə də Muaviyyə idi radiyallahu anh. Və gəlir həmin o Şamdan gələndə İbn Abbas onu qarşılayır və deyir ki, siz ayı nə vaxt gördünüz? Söhbət Ramazanın girişindən gedir. Deyir ki, biz cümə günü gördük. Deyir ki, bəs siz nə vaxt gördünüz? Deyir ki, biz 6-cı gün gördük, şənbə günü. Deyir ki, bəs bayramı keçirməyəcəksiniz cümə gününün görülməsi ilə. Deyir ki, xeyr, biz deyir, ayı tamamlayacağıq, baxacağıq. Əgər görməsək, biz 6-cı günü görməyimizlə kifayətlənib 30'a tamamlayacağıq. Deyir ki, bəs Şam əhlinin görməsi və Muaviyyənin də bununla qadi olub, oruç tutması sənə kifayət etmir. Deyir ki, xeyr, mənə Peyğəmbər sallallahu aleyhi və səlləmin hədisi kifayət edər ki, ayı görəndə tutun, ayı görəndə açın və bu da bizim öz görməyimizdir. Bu da səhabə fəhmidir və o elə səhabələrdəndir ki, Abdullah ibn Abbas, bax belə elm əhli
cürbəcür rəylər söyləyirlər ki, sahabə sözü hüccətdir, yoxsa yox. Alimlər deyirlər ki, əgər o sahabədirsə, ümmətin fəqihlərindəndir və İbn Abbas da onlardadır. Və həmin rəy intişar eləyibsə, yayılıbsa, ona bir müxalifə bəlli deyilsə, o zaman bəlli hüccətdir. Yəni, mən qətiyyətlə demirəm Abdullah ibn Abbasın bu sözü hüccətdir, lakin hüccətə yaxın bir şeydir. Yaxın bir şeydir və mən şəxsən buna bir xilaf bilmirəm, yəni qısa bir dar olan elmimlə bir xilaf bilmirəm. Ola da bilsin, başqa səhabələrin bəlkə başqa qovulları var, lakin fiqh kitablarında bu bölməni oxuyarkən rast gəlməyib. Gələn əlimizdə sahabə qovulu və feili yalnız İbn Abbasın sözüdür. Ona görə də qardaşlar, şəxsən mənim qəlbim rahat olan, qani olduğum və alimlərin tərcih elədiyi görüş budur ki, hər kəs öz ölkəsi ilə getmə. Əgər sənin yaşadığın ölkədə ay görülməyibsə, o zaman ayı 30-a tamamla. Ayı 30-a tamamla və növbəti günü bayram keçir. Yox, əgər devlət, ölkə, hansı ki bugün bizim yaşadığımız bir hal olaraq, bayramı əvvəlcədən elan eləyirsə, baxmayaraq bu şəriətə zidd olan bir şeydir. Çünki Allah Rasulü Aleyhisselatü Vesselam deyir ki, ayı görəndə tutun, görəndə açın. Yəni bu aya qayıdır. Və lakin buna baxmayaraq elan eləyiblərsə, məsələn, bugünkü 26-sına, əgər biz 25-i Azərbaycanda ayı görərdiksə, onda nə etməliyik? Bu maraqlı bir məqamdır. O zaman qardaşlar, ən doğru görüş budur ki, ən ədalətli görüş budur ki, həmin günü, yəni 25-ində əgər bayramdırsa, biz bunun 24-ü gördüksə, 25-i bayramdırsa Azərbaycanda deyək, o günü oruç tutmuruq. Çünki bayram günü oruç tutmaq haramdır. Lakin cəmaatı qorumaq üçün, ümmətin birliyini qorumaq üçün bayramı cəmaatla gedib bayram keçirdirik. Cəmaatı gedib bayramla keçirdirik. Və bir şeylə nəzərinizə çatdırım ki, qardaşlar, bu kimi şeyləri qorumaqdansa, bayramın bir gün o tərəfə, bu tərəfə olmasındansa daha önəmli, daha üstün olan şey ümmətin birliyidir. Ümmətin birliyini qorumaqdır. Və baxanda Rasul sallallahu aleyhi və səlləmin həyatına görürsən ki, ümməti qorumaq üçün ən çox səy göstərmişdir. Tohiddən sonra, Allahın təkliyini bərqərar etdikdən sonra. Məsələn, Məkkədən Mədinəyə hicrət etdikdən sonra ən birinci gördüyü iş dərhal məscid tikmək oldu. Və məscidin də qayələrindən biri müsəlman ictimaiyyətini qorumaq və onu bir yerə yığmaqdır. İkinci əməli nə oldu? Müsəlmanları biri-biri ilə qardaş eləmək. Hər bir Məkkəlini bir mühacirlə qardaş eləmək və bunu bir etmək. Və beləcə Əhl-i-Sünnə böyük alimlərindən biri bir kitab yazıb, Usul-u Sittə adlı və kitabda gətirir birinci əsas, yəni 6 əsas. Birinci əsas gətirir ki, Əl-İxlasu fid-din, dində ixlaslı olmaq, yəni dində tohidlə Allah'a ibadət eləmək və ona heç bir şey şərik qoşmamaq. Və buyurur ki, Əl-Əsəsu sədi, Əl-İctima'u fid-din. İkinci əsas dində bir olmaq, ictima olmaq, cəmaat olmaq. Yəni, cəmaatı qorumaq, qardaşlar, elə asan bir şey deyil və yüngül ehmal olunası bir şey deyil. Cəmaatı qorumaq ən böyük, ən əzəmətli işlərdən biridir. Ona görə Ramazanın bir gün o tərəf, bu tərəfə olması ehmaldır, əhvandır, daha doğrusu nəinki cəmaatı parçalamaq. Ona görə Şeyx İbrahim Ruheyli, Hafizəhullah buyurur ki, əgər deyir, belə olarsa bir günü saxlayın, sonra qəza edin. Madəm ki, Allah Teala xəstə olanlara, səfərdə olanlara rüxsət veribsə qəza eləmək, cəmaatı qorumaq minbəbül əvlədir. Yəni, daha əvlədir ki, insan neynəsin, bayramına xələl gətirsin, nəinki cəmaata xələl gətirmək. Allah Subhanahu Teala bizim cəmaatımızı qorusun, bizim birliyimizi qorusun və bayramı cəmaat şəklində bir şəkildə keçirtməkdə bizlərə yardımcı olsun. Ən düzün bilən Allah Teala'dır və əxru dəvanən elhamdülillahi rabbil alemin və salatu və selamu alə nəbiyyina Muhammed və alə əlihi və sahbə əcmən. Bir şey də qardaşlar nəzərinizə çatdırım, bu mövzuda ən önəmli işdir. O da Rasul sallallahu aleyhi və səlləmin bu hədisidir ki, yanlış ki, unutturuldum deyə. Cəmaatın oruç tutduğu gün oruç tutan gününüzdür, cəmaatın bayram etdiyi gün bayram etdiyi gününüzdür. Əgər şəriətimiz bunu bizə ayı görməklə öyrətmişdirsə, meyyər orucu tutmaqda və bitirməkdə ayı görməkdirsə, bəs yaxşı Allah Rasulü Aleyhisselatü Vesselam niyə görə deyir ki, cəmaatla tutun, cəmaatla açın? Alimlər deyir ki, bu o deməkdir ki, yəni cəmaat xata eləsə belə yenə cəmaatla gedir. Cəmaat xata eləsə, toplum kütlə xata eləsə belə yenə də cəmaatla gedir. Ona görə Ramazana baxanda Ramazan birlik ayıdır. Cəmaat ayıdır. Bir yerdə iftar açmaq, oruç tutmaq, orucu açmaq, bayram eləmək. Və necə ola bilər ki, burada Ramazanın içində biz avamçılıq eləyək, cəmaatı parçalayaq. Və belə işlərdə cəmaatı qorumaq üçün baxılmır racihə mərcuha. Baxmayaraq biz danışdıq ki, ən doğrusu budur. Lakin hətta ən doğru belə olmasa belə, cəmaatı qorumaq üçün evi yox, bir gün o tərəf, bu tərəf eləmək olar, sonra qəza eləmək olar, yox da bayram günü oruç tutmayıb, lakin bayram qılmamaq olar, nəinki cəmaatı parçalamaq, nəinki birliyi pozmaq. Allah Subhanahu Teala bizim birliyimizi qorusun, düzün Allah.